Agrikola şirkəti. Agrikola. Agrikola və Agrar kredit deyəsən məhkəməyə vermişdi. O da yox. Pul alınmışdı, yəni kredit olarak. Məbləğ nə qədərdir? 130 min. Ay, mən nə deyirəm, milyonlardan söhbət gedir. Yox, 130 min idi. Orada da deməli... Ay Fəzai müəllim, neçə ilin millət vəkilisiz? 130 minə sizin ehtiyacınız var da ailənizi. Fəzai müəllim milyonlar üstündə oturmayacaq inanc səmiyyətimə, bütün ruhuma var, varlığıma and içirəm, müqəddəslər onu and içirəm ki, belə şey yoxdur. 130 min götürmüşsünüz? 130 min götürmüşdüm. Pandemiyada 19-cu ildə? 19-cu ildə onu qaytıra bilmədik. Yəni layihəmiz batdı pandemiyaya görə. Siz nə edirdiniz, nə iş görürdünüz? Orada agrikolanın təsərrüfatını genişləndirmək istəyirdik, torpaq işində. Yəni, deyəsən, iri buynuzlu heyvanlar. Bitkiçilik, zadı söyün, həm də ki, ətçiliklə zadla məşğul olması. Harada? Samuqda. Aha. Alınmadı. Alınmadı, sonra pul da qaytıra bilmədik. Həmin yeri də mən deməli... Ay, oğlunuz məmur, qızınız iş xanımı, çox qəribə. Digər oğlunuz siyasətdəsiz, yalnız özünüz millət vəkili 130 mini niyə qaytara bilmədiniz? İndi məsələ bundadır ki, mən demirəm millət vəkilinin pulu olmalıdır, mən sadəcə oraya demək istəyirəm ki, yəni olur. Əslində mən sizə deyim, pandemiyaya qədər həm Günayin, həm də Elçinin işlər yaxşı gedirdi, həqiqətən. Demək, Elçin götürmüşdü bunu? Yox, Elçin yox. Biz götürmüşük, ailə bir biznes. Torpağımız vardı, orada iş kurmuşuydik. Orada zalog koymuşuq indi yaşadığımız bağı. Haradadır o bağ? Novxandadır. O Novxanda da bütün ailə üzvləri hamısı orada torpağın elə bir ki, mülkiyyətində var. Ona görə götürüb onu yazmışlar bütün ailənin üzvləriniz adına. Mən çox böyük çətinliklə, deməli, bir torpağımız vardı. Onu satdıq. O 4 sotluk torpağı? Yox, başqa bir torpağı, ev tikmək istəyirdik Bakıda. Haradaydı o da? O qaynatan mənim yoldaşıma hədiyyə eləmişdi vaxtı. Orada istəyirdik. Böyüdü? Yox, çox da bir 6 sot torpağı idi. O torpağı satdıq, həm o borcu qaytardıq, həm də mənim banklarda da çox borcum var olan hamısını ödədik. Siz niyə bankdan borc götürürsünüz? Bəli, mənim banklarda, Xalq Bankda, Beynal Bankda, sonra canlısı deyilsin, Kapital Bankda. Niyə Fəzai müəllim? Ehtiyac var idi. Nə üçün? Uşaqların oxumaq üçün ehtiyac var idi, bir. İkinci də, mən 2022-ci ildən sonra belə səhətimdə ciddi problemi yarandı. Və həmişə həkim nəzarət altında olmalıydım. Və bugün də həkim nəzarət altındayım.